Ev Saray qəsəbəsində yerləşir. 50 metr aralıqda marşrut keçir. Qazı, işığı, suyu daimidir, interneti daimidir. Videonu axıra qədər izləyin və like qoyun ki, mən sizin qarşınıza tez-tez belə fürsətlər çıxarda bilim. Evə daxil olarkən görürük ki, həyəti 2 sotdan ibarətdir. Bir sotunda ev tikilib, bir sotu isə geniş və işıqlı sahədir. Rahat 3 səhəm maşın yerləşə bilər. Evin sol tərəfindən hasardan 1 metr ara qoyulub və evi dairəvi dolanmaq mümkündür. Gəlin sizə evin içi ilə də tanış edeyim. Ev istilik sistemi ilə təchiz olunub, kombi təbii ki qalır. Sol tərəfdə bizi mətbəx qarşılayır. Mətbəx geniş, hündür və işıqlıdır. Mətbəx mebeli də təbii ki qalır. Ev cüt daşla sırf yaşayış üçün tikilib və burada hardasa bir 5 il, 6 il yaşayış olub. Bir dənə sərgəli istifadə olunmuş sanuzeli var və bir dənə də böyük işıqlı bir zaldan ibarətdir. Geniş və işıqlı yataq otağımız var. İndi hal-hazırda kirayə verilib. 3 otaqdan ibarətdir. 2 dənə yataq otağı. Sənədlər qaydasındadır. Düzdür, evə qeydiyyata düşmək olmur. Bu ərazidə bütün torpaqlar demək olar ki, bu tipdədir. Amma evin sənədi çıxarışdır, torpağın sənədi var. Ev 65.000 manata təklif olunur. Bu ərazidə yenə deyirəm, evin qiyməti 75-80 mindən başlayır. Ev şəxsi tikilidir. İdeal tikilib, cüt daşla tikilib və əlimyandı, pul lazım olduğu üçün satılır. Əlavə suallarınız varsa dostlar, yorumlarda yazın, cavablandıraq. Əlaqə nömrəsi videoda qeyd olunub.